Yol seçimdir, məsuliyyətdir, qərardır. Yol hər zaman suallar doğurur. Hansı avtomobil daha qənaətçildir? Yağ dəyişimi nə vaxt edilməlidir? Ən son texnologiyalar nə vəd edir? Sükan arxasında bütün bu suallara cavab axtarırsan, diqqətin bizdə olsun. Avto FM-də Əli Ağayevlə birlikdə Yoldasan. Yoldasan efirdədir. WhatsApp 055 455 10 77. Salam, axşamınız xeyir olsun əziz dinləyicilər. Avto FM-də Yoldasan verilişinə qulaq asırsınız. Studiyada mənəm Əli Ağayev. Bir saat boyunca yollarda olan ən son xəbərləri, ən son məlumatları məhz bizdən alacaqsınız və eyni zamanda maraqlı mövzu ətrafında bugün söhbət açacağıq. Söhbəti keçmiş etməmişdən qabaq bildirmək istəyirəm ki, son zamanlar danışıqlarımız bəzi yollarda öz nəticəsini verib. Bu müsbət addımdır, təqdirə layiq addımdır. Nəyə görə? Çünki artıq uzun müddətdir ki, hansı küçələrdən ki, problemlərdən, sürücülərin hərəkətlərindən və eyni zamanda yol boyu davranışlarından bəhs edirik və son günlər bir sıra dəyişikliklərin şahidi olmuşam və görürəm ki, sürücülər daha səbirlə, daha təmkinlə və öz zolağından çıxmamaq şərti ilə yoluna davam edirlər və bir daha özləri də şahid olurlar ki, yolu bu cür davam etmək onların da tıxacda qalmamasına səbəb olur. Çünki hər öz zolağı ilə, öz yolu ilə getdikdə təbii ki, heç bir problem də olmur. Çünki təbii ki, yol əgər qarşısı boşdursa və tıxacı özümüz yaradırıqsa, tıxacda da qalan məhz biz olacağıq. Bu barədə anlayışla qarşılayan və özü üzərində işləyib dəyişiklik edən hər bir sürücüyə minnətdarlığımı bildirirəm. Amma yenə də bəzi qeyri-adekvat hərəkətləri olan sürücülər qalır, avtobus sürücüləri qalır və onları da daha təmkinli olmağa, daha aydın şəkildə və təmkinli şəkildə yol hərəkəti qaydalarına əməl etməyə dəvət edirik Avto FM olaraq. O ki qaldı mövzumuza. Bugün mövzumuz biraz fərqlidir. Nəyə görə? Çünki bilirsiniz ki, uzun zaman avtomobildə dayanmadan hərəkət etdikdə bizim orqanizmimiz oturaq şəkildə qalır və bunun da bir sıra orqanları, ən üstə böyrəklərə mənfi təsirləri ola bilər. Məhz bugün bizim urologiya və andrologiya uzmanı, cərrah operator doktorumuz var studiyamızda. Asif Çaxangirov, doktorum, xoş gəlmisiniz. Salam Əli müəllim, xoş gördük. Çox sağ olun ki, öz proqramlarınızda sağlamlıq haqqında maarifləndirici verilişlərə yer verirsiniz. Təşəkkür edirəm ki, studiya dəvət elədiniz. Mən sizə təşəkkür edirəm. Çox sağ olun. Bizim elə ümumiyyətlə verilişimizin əsas məğzi yoldasandır. Yəni bizimlə bərabər hamı bu dəqiqə yoldadır və yolda ola da daha maarifləndirici mövzulara toxunmaq olar. Bunlardan da əsas bir məqsədi həftə içi biz çalışırıq ki, heç olmasa həftədə bircə dəfə olsun sağlamlıqla bağlı mövzularımız olsun, sağlamlıqla bağlı bizim önərilərimiz olsun ki, doktorlarımız öz məsləhətlərini versinlər. Bu dietik də ola bilər, psixoloji də ola bilər, hər hansı bir orqan müalicəsi də ola bilər. Təbii ki, vaxt azlığı məhdudluğundan çoxları gedə bilmirlər və axşam vaxtı da özünüz də bilirsiniz ki, çox vaxt doktorlar səhər vaxt efirlərə gedirlər və axşam vaxtı çox az sayda insan hər hansı bir oturub verişi sosial şəbəkədə izləyə bilər, hər hansı bir kadrlar qarşısına çıxa bilər. Amma biz çalışırıq ki, yolda da heç olmasa doktorlarımızın məsləhətini, dəyərli məsləhətini izləyicilərimizə çatdıraq. Ona görə ayrıca minnətdarlıq bildirirəm ki, bu qədər işin sıxlığında, bu qədər əməliyyat sıxlığında vaxt tapıb bizim verilişimizə gəldiniz. Doktorum, ümumiyyətlə saatlarla avtomobildə oturub hərəkət etmək, oturaq şəkildə həyata keçirmək böyrəklərə necə təsir göstərir? Ümumiyyətlə, xəstə yanımıza gələndə şikayətlərdən, digər hallardan soruşandan sonra da mütləq insanın məsləyini soruşur. Ümumiyyətlə, nə işlə məşğuldur? Çünki oturaq həyat həqiqətən böyrəklərdə, digər orqanlarda, uroloji orqanlarda problem yaradan bir haldır, vəziyyətdir. Xüsusən də məsələ uzun yol gedən sürücülər, məsələ o tırlarda ölkədən ölkəyə gedən sürücülər var. Taksi sürücüləri bütün günü yollardadırlar və ya hansı idarədə işləyirlərsə məsələ bütün günü otururlar sükan arxasında. Bunlarda uroloji problemlər olur. Nəyə görə olur? Çünki durğunluq ümumiyyətlə bütün orqanlarda belə bir şeydir. Durğunluq xəstəliklərə gətirir. Yəni bir yerdə ki, qan dövranı pozulur, bir yerdə ki, axım yoxdur.
orada bir problem yaranır. Mesela bir göl durursa, bir gölde durgun sudur, orada mikrop nəsə problem olma ehtimalı var. Amma məsəl axar çaydırsa, axar çayda mikrop olmaz, bir şey olmaz, tərtəmiz su kimi axır. Çox vaxt deyirlər axar çayın suyu daha içməlidir, daha şəfalıdır. Bəli, eyni. Bu da bunun kimidir, yəni. Başqa böyrəklərdən, yəni uroloji orqan hardan başlayır? Böyrəkdən başlayır, yuxarıdan. Böyrəkdə ən çox böyrək problemləri daşlar əmələ gəlir böyrəklərdə. Daşlar genetik faktorlar var, indi qida faktoru var, onlar öz yerində, amma durğunluq da daşın əmələ gəlmə səbəblərindən birisidir. Və uzun müddət insan oturur sükan arxasında, oturanda çox da çayda, suda falan da içə bilmir. Birincisi maya azalır bədəndə, bu bir. İkincisi hərəkət eləmir, durğun qalır. Bunda meyillik varsa daş əmələ gəlməsinə, çöküntülər orada əmələ gəlir, çöküntülər verir, daşa çevirir, yəni kristallara çevirir, kristallar birləşir, daş əmələ gəlir orada. Və sonra artıq daş əmələ gəlir və böyüdükcə ya daş düşür kanala, ağrı verə bilir, ya da ki böyrədə qalır, böyrədə problemi yaradır. Böyrək çaşmazlığına qədər bunun yolu var, yəni belə deyim sizə. Uzanır mı? Yəni bəli, axırda yəni pasient geciksə, həkimə gəlməsə, yəni daş böyüsə, böyrək fəaliyyəti dayana da bilər, yəni belə problemlər ola bilər. Böyrək irilənə bilər daş kanala düşəndə. Yəni oturaq həyat budur. Məsələ deyim ki, insan yol çıxır, şəhərdə qalmışsan probkalar içərisində, üzrdən tualet də yox. İnsan deyir ki, mən çıxmadan qabaq su içməyim, çay içməyim ya da kofe bir şeylə içməyim. Ondan nə olur? Belə loru dilsə də böyrək quruyur. Yəni böyrək quru deyəndə gələn maye su miqdarı, maye miqdarı azalır və əmələ gələn silik miqdarı da yəni odakı azalır deyə. Çöküntü olur orada, çöküntü əmələ gəlir. Doktor, çox bütün xəstələrə su içməyi tövsiyə edir ona görə. Suyu bilmək istəyirdim, elə onu vermək istəyirəm ki, suyun ümumiyyətlə həyatımızda rolu nə qədər vacibdir? Ələlxüsusda böyrəklərin fəaliyyətində. Çox vacibdir, çox vacibdir. Baxın, biz bitkilərə, heyvanlara su veririk, elə deyilmi? Biz onlara qazlı içkilər, nə bilim, çay, kofe, deyə şeylə vermirik ki, elə deyilmi? Bəli. Su veririk onlara. Biz də yəni dünyada olan canlıların ən üstünüyük biz. Biz niyə su içmirik? Pasient yanıma gəlir, deyirəm ki, nə içirsən? Deyir, çay içirəm. Nə qədər maye istifadə edir? Baxıram görə günə 2 stəkan maye içər ya da içməz. Doktor, mən içə bilmirəm, su deyir, ürəyim bulanır, çay içirəm deyir. Amma çay da çöküntü verir böyrədə. Xüsusən qara çaylar, yəni onlar çöküntü verirlər. Çay çöküntü verirmiş. Məsələn, oksalat daşı olanlara bir çay məsləhət görmürük, kofe məsləhət görmürük. Ümumiyyətlə. Bəli, oksalat daşı olanlar məsələ. Ancaq su ən yaxşı şifa, müalicə sudur. İnsan qış aylarında minimum 2 litr su tükətməlidir. Qış aylarında tərləmirsə, yay aylarında 3 litrdən yuxarı, daha yuxarı. Bağlıdır, harda işləyir, necə eləyir, hərəkət eləyir, eləmək, tərləməkdən asılıdır da yəni. Çünki bizim hücrələrimiz su istəyir, qanımız su istəyir. Su içməyəndə bütün orqanlar bayaq dediyim ki, quruyur. Yəni su tələbi azalır, qanın reoloji xüsusiyyətləri azalır, qan yaxşı hərəkət edən bədəndə, hücrələrdə su olmur, metabolizma yaxşı getmir, bağırsaqlar quruyur, belə deyim sizə. Yəni qəbizlik də əmələ gələ bilir. Su çox vacib bir elementdir. Orqanizm hardasa 70% su tələb edir, belə deyim sizə. Bütün orqanlar. Bəli, bütün orqanlar tələb edir. Bütün orqanizm. Ümumiyyətlə, doktorum, böyrək çatışmazlığı olan insanların uzun müddət sükan arxasında oturması hansı riskləri yarada bilər? Yəni, təbii ki, böyrək çatışmazlığı özü artıq böyük riskdir. Və təsəvvür edin ki, bu böyrək çatışmazlığı ilə yanaşı bu insan sükan arxasındadır, dializə ancaq bəlli miqdarda gedir, bəlli vaxtlarda gedir və sükan arxasında daha çox vaxt keçirir. Bu nə qədər risk bir prosesdir? Əlbəttə, o böyrək çatışmazlığının dərəcələri vardır. 1-ci dərəcədən 4-cü dərəcə qədər, yəni son terminal mərhələyə qədər dediyiniz bayaqlar dializə girən hastadır ki, terminal sonuncu mərhələdir. Əlbəttə ki, axırıncı mərhələlərdə sükan arxasında uzun müddət oturmaq heç tövsiyə olunmur. Yəni düzdür, bu insanların su içməyi də rejimlədir. Yəni bunlar bəlli miqdar su içirlər, çünki dializə də olmaya çıxarılmalıdır. Yüngül başlanğıc mərhələsində də məsələ bu insan tövsiyə edilir ki, su çoxlu içsin və suyu da və əmələ gələndən sonra da məsələ sidiyə də tez-tez getsin, yəni tualetə tez-tez getsin, yəni boşaltsın. Qalmamalı sidik hissəsində, yəni bu miqdar, yəni bu boşalmalıdır. Saxlayanda bu artıq sidik hissəsi genişlənir
o vurur kanallar yuxarıya böyrələrə, böyrələrdə genişlənmə başlayır və böyrələr də artıq gərginlik altında olurlar. Buradan prostatata yük düşür, sidik kəsinə yük düşür. Bunlar hamısı fəsadlara gətirir, artıq çıxardır. Çox Ona böyük görə fəsadlara. bu xəstələrə biz yəni 2 saatdan bir sidiyə getməyi, tualetə getməyə məcbur eləyirik ki, gedin, için və gedin. Yəni bu sistem işləməlidir. Dayanmadan Qəbul sistem- olmalı və çıxmalıdır. Qəbul olub çıxmalıdır. Yəni bu döngü durmamalıdır. Amma uzun müddətli sükan arxasında oturmaq əlbəttə ki, buna ciddi problem yarada bilir. Normalda maksimum neçə saat sükan arxasında oturmaq məsləhətdir. Yəni ondan artıq sükan arxasında oturmaq artıq orqanizmə. Çünki belə deyim də dayanmadan adi misal üçün özümdən götürürəm. Hər hansı bir biz adi Azərbaycan daxili rayonlarımıza getdikdə gəlin qəbul edək ki 2 saatdan artıq biz dayanmadan məsafə sürdük. Düşəndə hiss edirsən ki ayaqların keyiyib, əl keyiyib, ancaq düşə bilirsən avtomobildən. Biraz hərəkət etdikcə görürsən ki, nəsə açılışdın, özüvə gəldin. Yəni mənə elə gəlir ki, hətta 2 saat, 1 saat belə dayanmadan çoxdur. Yəni adi normalda şəhərdə evə gələndə ola bilər tıxaclara düşdükdə çox uzun müddət tıxacda qala bilirik. Hətta mən özümdən deyirəm, uzun müddət tıxacda qaldıqda, çalışın tərpənməz bir tıxacdırsa, imkan varsa sadəcə avtomobildən düşürəm. Avtomobilin yanında biraz var-gəl edirəm. Çünki özümüzə də xeyirdir bu. Yəni sizin fikrinizcə bir doktor kimi maksimal olaraq ən uzun müddət sükan arxasında nə qədər oturmaq olar? Yəni oturaq həyat tərzindən misal götürək. Mən ümumiyyətlə pasientlərimə həmişə məsləhət görürəm ki, onlara 2-3 saatdan çox oturmayın. Gördünüz ki, oturmuş artıq 2-3 saatdır. Fasilə verin, qalxın, yürüyüş eləyin maşın ətrafında, oturun, durun ki, burada qan işləsin. Bəya dediyiniz kimi bütün orqanlar təsirlənir bundan. Onurğa təsirlənir, oynaqlar təsirlənir. Yəni bu çanaq oynağı, diz oynağı təsirlənir. Prostat, çanaq orqanları, əzələləri sıxılır orada. Bütün çanaq orqanlarına təsirlənir, qan dövranı pozulur, çanaq həm gərginləşə də bilər, çanaq əzə boşala da bilər, sonra orada prostatda durğunluq yarana bilir, buradan iləri çıxır cinsiliyə getmə problemləri, cinsi zəiflik problemləri çıxa bilər burada ortalığa. Dediyim kimi onurğada problem yaranan onurğa bütün orqanlara təsir göstərir, ürəyə belə təsir göstərə bilər. Əzəllər tutur, sükanda oturmursuz, əzəllər gərgindir. Yuxarı onurğanın yuxarı hissəsi də gərgin ola bilər orada. Burada başı saxlayırsınız, buradan artıq onurğanın boyun hissəsi də gərginləşir. Burada damarlar gərginləşir, beyinə qan dövranı da azalır burada. Yəni aşağıdan tutmuş bütün orqanlar təsirlənir gördüyünüz kimi. Ona görə də heç olmasa oturanda da bu boyun hərəkəti, əl hərəkətləri, yəni heç olmasa ayaqla işləmək lazımdır. Məsələ o dizləri zətdə yığıb boşaltmaq ki, qan dövranı işləsin. Ən azından nəzərə alsaq ki, yeni nəsil avtomobillərin əksəriyyətində avtopilot var. Bəli, yəni rayonlara gedəndə, düz yolda hərəkət edərkən sizin sözünüzə qüvvət. Hərəkətli olmaqla, ayaqları açıb bağlamaq olur, əlləri açıb bağlayırsan və növbə ilə də sükana buraxmamaq şərti ilə, yol hərəkəti qaydalarına təhlükəsizliyi əməl etməklə və sağlamlığa da mənfi təsir göstərmir o dərəcədə. Hətta müasir maşınlarda birisi orada uzun müddət sürücü yol gedəndə orada bir stəkan kofe şəkili çıxır ki, istirahət eləmək lazımdır. Bəli, əslində. Yəni o da bilirsiniz 2-3 saatdan sonra çıxır, yəni o da texnika da onu qoyub, o proqramı qoyublar ki, sürücü bu müddətdən sonra dayanıb istirahət eləməlidir. Dincəlməlidir mütləq şəkildə. Reklamların vaxtıdır doktorum. Gəlin reklamlara keçid edək. Reklamları keçid etməmişdən qabaq sponsorlar minnətdarlığı bildirməliyik. Verişimizin sponsoru Endol Azərbaycandır. Əziz sürücülər, diqqətiniz bizdə olsun. Endol mühərrik yağları sizə ilin sonuna xüsusi kampaniya təqdim edir. Dekabrın 31-nə qədər Endol yağı ilə avtomobilinizin yağını dəyişin və böyük hədiyyə şansını qaçırmayın. Qaydalar isə çox sadədir. Yağ dəyişdirilən zaman sizə 200-lük kupon təqdimi olacaq. Kuponun bir üzündə müştərinin, digər üzündə isə ustanın adı və telefon nömrəsi qeyd ediləcək. İlin sonunda keçiriləcək püşkatmada tam 1000 manatlıq hədiyyə məbləği sahibini tapacaq. Qalib gəldikdə 500 manat usta, 500 manat isə müştəri qazanacaq. Yəni şans yalnız sizə yox, həm də xidmət göstərən ustaya qismət ola bilər. Endol mühərrikinizin sağlam dostu indi isə həm də sizə böyük qazanc fürsəti gətirən brenddir. Verişimizin sponsoru Dongfeng Azərbaycandır. Siz şəhərdə rahatlıq və güvən istəyirsiniz, o zaman Dongfeng meclisi sizin üçün ideal seçimdir. Müasir dizayner, rahat salonu və güvənli mühərriki ilə gündəlik sürüşlərinizi həm zövqlü, həm də təhlükəsiz edəcək. Əgər ətraf mühitin qorunması və enerji qənaəti önəmlidirsə, MCV tam sizə görədir. Elektriklə işləyən bu avtomobil sıfır emissiya ilə həm təbiəti qoruyur, həm də sürüş zövqünü artırır. Dongfeng avtomobilləri etibarlılığı, gücü və innovativ texnologiya ilə fərqlənir. Üstəlik bütün modellər 5 il və ya 150 min kilometr zəmanətlə təmin olunur. Keyfiyyəti və rahatlığı əmin olun. Dongfeng ilə yollarda güvən
bəlli olur. Reklamları keçid alırıq, dalğanı dəyişmirsiniz. Bu günləri biz böyrək çatışmazlığından və avtomobil sürərkən böyrəyə toxuna biləcək mənfi auralardan söhbət açmışıq. 1 oktyabradək Bravo'da super qiymətlər sizi gözləyir. 1 kiloqram Milkman bərk pendir 10 manat 99 qəpik. 2 kiloqramlıq Şan basmati düyü 6 manat 99 qəpik. Keyfiyyətli məhsullar üçün Doğru seçim. Avto FM'də reklam. Hər mühərriyin bir ürəyi var. Onu qorumaq üçün doğru yağ seçimi vacibdir. Endoil ən son texnologiyalarla hazırlanmış mühərrik və sürət qutusu yağları avtomobilinizə maksimum qoruma və yüksək performans vəd edir. Hər sürətdə, hər yolda mühərrikinizin ritmini Endoil tənzimləyir. Güc buradan başlayır. Endoil ilə. Dongfeng Motors'tan möhtəşəm təklif. Mage hibrid modeli 34.900 manata, Huge hibrid modeli 37.900 manata. Mage modelinə 59 aylıq sadəcə 657 manat, Huge modelinə isə 713 manat ödəməklə sahib ola bilərsiniz. Əlavə olaraq 30% ilkin ödəniş kampanyası ilə 12 ay faizsiz kredit ilə avtomobil əldə edə bilərsiniz. Əlaqə üçün Ulduz 8999, ünvan Nəcəf Qulu Rəfiyev 29. Dongfeng, güvənli yol yoldaşınız. Avto FM'də reklam yerləşdirmək üçün 012 311 30 11. Abşeronum seçimlərin əzəlidir. Abşeronum mənim. Abşeron Ticarət Mərkəzi. Evdən bağa, təmirdən tikintiyə hər yol Abşerondan keçir. Evinizə nə lazımdırsa Abşerona gəlin. Sürətini bizimlə tənzimlə. Yoldasan. WhatsApp 055 455 10 77. Bəli, əziz dinləyicilərimiz, Avto FM-də Yoldasan verilişinə qulaq asırsınız. Studiyada mənəm Əli Ağayev. Təbii ki, çox maraqlı bir mövzu ətrafında söhbət açırıq. Bizə yeni qoşulan hər bir dinləyicini salamlayıram və bildirmək istəyirəm ki, bugünkü qonağımız bizim Asif Cavangirovdur, uroloq-androloq və tanınmış cərrahlarımızdan biridir. Urologiya, Azərbaycandakı urologiya elmi sahəsində mən şəxsən deyərdim ki, kifayət qədər öz töhfələrini verib və zəhməti də çox böyükdür. İstəyirəm mövzumuzu bir qədər də geniş şəkildə danışaq, amma dinləyicilərimizdən gələn SMS-lər var. Doktorum, onları cavablandıraq. Çox gözlətməyin dinləyicilərimizi. 1297 abonenti yazıb. Doktor salam, İmişli rayonuna səfər etməklə bağlıdır. İşim rayonlara səfər etməklə bağlıdır. Uzun səfərlərdə su içməmək vərdişim var. Çünki tez-tez dayanmaq istəmirəm, amma son vaxtlar böyrək ağrıları başlayıb. Görəsən bu vərdişim xəstəliyimin inkişafına səbəb ola bilərmi? Əlbəttə ki, yəni birincisi su içmir, bu artıq problemdir. Uzun müddət yolda oturur, yol gedir, dayanmadan yol gedir. Bu da problemdir. Bu həm böyrəkdən başqa da bel ağrıları da ola bilər olsun. Çünki insanlar bəzən gəlirlər ki, böyrəklərim ağrıyır. Amma baxır görür ki, böyrədə deyil, belində problem var. Yəni onurğa problemi ola bilər. İkincisi, durmadan yol gedir. Dediyim kimi bayaq sidik hissəsi dolur, şişir. Bu da kanalları genişlənir, böyrəyə də gərginlik gətirə bilər. Sidik süzməyəndə. Ondan görə də fəsad olmadan birinci gəlsin, müayinə olunsun və çalışsın ki, uzun müddətli sükan arxası oturmasın. Sağlamlıq hər şeydən vacibdir. Su da içsin, arada dursun, istirahətini eləsin, tualetini eləsin, bunları nəzarət eləsin. Zümrüd xanım yazıb, salam, mənim atam böyrək çatışmazlığından əziyyət çəkir, amma taksi sürücüsüdür. Günün çox hissəsini maşında keçirir. Dəfələrlə ona qısa fasilələr verməyi deyirik, amma işin çətinliyindən bunu etmir. Belə halda sürücülük onun səhhətinə çox pis təsir göstərə bilərmi? Əlbəttə ki, bayaq da reklamların qabaq mövzuya toxunduq. Çox yaxşı sual verdi. Bəli, mənfi təsir göstərə bilər. Dediyim kimi, vaxtı-vaxtı o döngü sistemi işləmir də. Su içmir, tualetə getmir, qalır durğunluq olur. Bunlar hamısı çöküntü verir böyrələrdə. Qan dövranı pozulur. Bunlar hamısı əlbəttə ki, daha da ağırlaşdı bunun xəstəliyi. Birinci dərəcə isə qalxır 2-yə, 3-ə, 4-cü dərəcə terminal mərhələyə qədər gətirə bilər, dializə qədər gətirə bilər. Sonra həyatını da itirə bilər. Yəni, çox vacib mövzulardır. Böyrək orqanizmin ən vacib orqanlarından birisidir. Çox qanlanan bir orqandır. Bədənimizdən o bütün şlakları hamısını atır, çıxardır onları hamısı. Onlar bədəndən çıxmayanda verib bütün digər orqanları sıradan çıxardır. Doktorum, bir söz deyim. Ümumiyyətlə fikir vermişəm, böyrək xəstəlikləri zamanı digər orqanlar da elə bil ki, öz funksiyalarını itirirlər. Elə bil ki, bütün o sizin dediyiniz terminal sistem ki var, pozulur.
Bəli. Hər bir şey pozulur. Mədə-bağırsaq sistemi, insan sağlamlığı, təzyiq, ürək daha sərt şəkildə, daha belə deyim də, böyük döyünmələrlə işləyir. Yəni ki, böyrək təzyiqi ürəyi də təzyiqini qaldıra bilir. Ürəyi də daha çox həyəcanlandırır. Burada nəfəs darlığı yaranır, ağciyərlərə ziyan verir. Yəni bir böyrəyin sıradan çıxması və böyrəkdə olan bu cür problem nədənsə bütün orqana təsir edir. Nədən irəli gəlir bu? Bu orqanizm ümumi vahid bir sistemdir. Mexanizmi Allah Teala yaradıb ki, bunlar durmadan gecə-gündüz hamısı birlikdə işləyir. Yəni o qan məsələ ürək neyini qanı pompalayır, qanı bütün orqanlara çatdırır. O qan gedir, bütün orada böyrəkdə nə olur? Böyrək süzgəc funksiyasındadır. Qan oradan gedir, orada süzülür. Elədir. Süzüləndə orada sidik əmələ gəlir və oradakı orqanizmdə olan şlaklar, bəzi minerallar, lazımsız onlar atılır böyrəkdən. İndi siz düşünün ki, bunlar atılmayanda nə olur? Bunlar qalır qanda. Qanda qalır, o artıq maya ki var, bədəndən çıxır, o da çıxmalı, o da qalır bədəndə. Olur, bütün orqanizmə yüklənir. Onda başlayır ürək çaşmazlığı. Yəni ürək artıq gücə düşür, işləyir, yorulur və artıq sıradan çıxır. Ağciyərlə eyni şəkildə orada qan dövranı var, məsələ kiçik qan dövranıdır. O da eyni şəkildə əgər orada artıq maya bədəndə qalırsa, ağciyərlər də başlayır yüklənməyə. Onda ağciyər çaşmazlığı başlayır. Qaraciyər çaşmazlığı başlayır. Multiorqan yetməzlik deyilən bir şey var. Bütün orqan sırada çıxır. Bədəndə atıla bilmədi o şlaklar, zirzibillər, deyəm ki, belə xlor da desək, kreatinində falan, digər azotlar. Bunlar da verib beyinə gedə bilir, beyinə də komaya qədər gətirə bilir, yəni. O dərəcədə. Bəli, təzyiq də yüksəlir burada, komaya da gətirə bilər. Yəni böyrəklə zarafat eləmək olmaz. Elə bir evdəki bir filtr qoymusunuz, filtr işləmir, bütün zirzibil qalır evdə. Yəni turbalar tutulur hamısı. Bunun ki bir şeydir. Ya da ki motor düşünün də eyni şəkildə. Motor hansısa bir maşın özünün sürücülərdir. Başa düşəcəklər yəqin ki. Mühərrik işləyir amma filtri dəyişilmir. Məsələn, yağdır məsələ, gedir, filtr işləmir, yağ işləyir amma təmizlənmir. Geri tutur hamısı o hissəcək, gedir motoru bir yerə tutur, sıradan çıxardır motoru. Bu da onun kimi bir şeydir, yəni. Orqanizmdə o ki hansı ki çıxarıcı orqanlar var, deyim ki böyük bağırsaqlar da məsələ, böyük bayırı tam çıxmayanda, qəbizlik yarananda orada da eyni şəkildə bütün şlaklar, toksinlər hamısı toplanır, verir qana və qanda zəhərləmə verir digər orqanlara. Qaraciyər də eyni şəkildə. Bəs doktorum, ümumiyyətlə sükan arxasında bilirsiniz ki, biz biraz aqressiv milli. Aqressiv deyəndə ki, daha fikirlərimizi şərt şəkildə ifadə edən, belə deyim. Biraz Qafqaz xüsusiyyətidir bizdə. Qafqaz xüsusiyyətidir, bəli. Bu cür hallar streslər, yəni deyim də, sükan arxasında olan streslər böyrəyə necə təsir göstərir? Yəni stresli avtomobil sürmək, ümumiyyətlə stres yaşamaq böyrəyə mənfi təsir göstərə bilir. Stres təkcə böyrəyə yox, bütün orqanlara mənfi təsir göstərir. Böyrəkdən başqa ziyadə daha çox böyrə nə olur? Təzyiq qalxanda o böyrəyə mənfi təsir göstərir. Məsələn, təzyiqlə damarlarda gərginlik olur. Gərginlik istərsə böyrə ən çox qanlanan orqandır. Bütün damarlar oradan keçir filtrasiyaya görə. O böyrək damarlarına mənfi təsir, böyrək damarları gərginləşir. O da böyrəyə mənfi təsir göstərir. Böyrəyin filtrasiyasına mənfi təsir göstərir. Bundan başqa da məsələn stres aşağı orqanlara, məsələn, sidik hissəsinə, prostata, ondan sonra cinsi orqanlarda mənfi təsir göstərə bilər, stres nəticəsində. Digər problemlər də çıxa bilir. Məsələn, sidiyə getmə problemi çıxa bilər, spazm ola bilər. Ümumiyyətlə sidiyi çox saxlayanda da yol üstə, məsələn, sidik hissəsi genişlənəcək. Məsələn, deyəm ki, biz şar üfürürsüz, şar nə olur? Genişlənir. Sonra nə olur? Onu boşalanda görürsünüz, ləs-boş olur o da. Sidik hissəsi çox genişlənəndə əzəllər ayrılır bir-birindən, sonra yığmaq çətin olur, boşalmaq çətin olur məsələn. Məsələn, xəstə insan axşam yatır, çoxlu su yatmadan qabaq, səhər durur, deyir, sidiyə çətin gedirəm, deyir. Başlanğıcı çətin olur, nə genişlənir, yığmaq çətin olur. Bu stres faktorlarda... Axşam yatmadan da az su içmək lazımdır. Bəli, xüsusən də məsələ çay, kofe içmək məsləhət görülmür. Olan sidik qovucu təsiri çoxdur. Su da ki, bəli, məsələn, bir stəkan içdin, yat ki, çox gec narahat edirsə səni, çox su içmək olmaz, məsləhət deyil o qədər də. Yəni, bir stəkandan çox içməmək lazımdır. Yollar haqqında məlumatımız var, doktor. Tıxac çoxalıb şəhərdə. Gəl yollar haqqında məlumatı, bəli, yollar haqqında məlumatı bizim həm izləyicilərə, həm dinləyicilərimizə çatdıraq. Ondan sonra mövzumuzu sizlə bir yerdə davam edək. Sizinlə eyni yolu gedirik. Yoldasan. WhatsApp 055 455 10 77.
Bəli, əziz dinləyicilər, kiçik bir fasilə etdik. Dedik, yol gedirsiniz, sizi də yormayaq. Mövzumuz da maarifləndirici mövzudur və eyni zamanda bunu da nəzərə almaq lazımdır ki, şəhərin əsas küçə və prospektləri çox sıxlıqdır. Tıxac var. Bir qədər dedik, siz də sükan arxasında dincələsiniz. İndi isə mövzumuza davam edirik və bizə yeni qoşulan dinləyicilərə bildirmək istəyirəm ki, bu gün biz uzman doktor, uroloq Asif Cahangirovla bir yerdə mövzumuzu davam edirik. Mövzumuz sükan arxasında çox oturma və böyrək çatışmamazlığıdır. Bundan necə mübarizə aparmaq olar? Böyrəkdən əziyyət çəkən sürücülər gündəlik həyatlarını necə tənzimləməlidirlər? Və istəyirəm doktorum bir balaca da onların yemək rasionundan danışaq. Böyrəkdən əziyyət çəkən, böyrəklə bağlı problemləri olan şəxslər və gündəlik təbii ki, belə deyim, hal-hazırda Bakıda avtomobili olan şəxslər ən azından olmasa gün ərzində 4-5 saat sükan arxasında olurlar. Və təbii ki, qidalananlar da var. Sükan arxasında biz dediyimiz kimi taksi sürücülər demək olar ki, sükan arxasında qidalanır. Uzun məsafələr gedənlər. Bütün bunlar rasiona necə əməl etmək lazımdır? Bəli, qidalanma bizim insanlarımız ən böyük problemidir. Həm ac qalmamalıdırlar, həm də nəsə yeməlidirlər əlbəttə ki. Amma əlbəttə yolda olanlar daha çox çalışır bu fast food tərzi bir şeylər yesinlər. O da sağlamlığa zidd olan bir şeylərdir. Yəni qalırsan ki, belə bu adamlar neynəsinlər ki, yəni problem olmasın bunlarda. Böyrək xəstələri, məsələn, böyrək daşı bir insan böyrək daşı əmələ gəlirsə deyəlim ki, burada rasionda məsələn urad daşlarırsa deyir ki, məsələn ət az yeyin, balıq az yeyin, belə şeylər çoxlu su için, məsələn unlu məhsullardan məsələn az istifadə eləyin. Oksat daşlarında deyir məsələn çaydır, kofe, şokolad, ləpələrdən məsələn az istifadə eləyin. Yağlı ətin məsələn yağsız yerindən yeyim deyəlim ki, heyvani yağlardan məsələn az istifadə edin. Belə şeylər olur da, onlara diqqət edin məsələn deyirik. Amma məsələ yolda insan gedirsə bu nə yeməli? Məncə yola çıxmadan qabaq yüngül yemək məsləhətdir. Nəyə görə? Çünki oturanda bağırsaqlar da tənbəlləşir istər-istəməz, hərəkət eləmir. Ağır yemək yesə, yağlı yemək yesə, bu hamısı qalacaq bağırsaqlarda, bütün o metabolizmanı pozacaq orada. İstərsə bu da böyrəyə də digər orqanlara təsir göstərəcək. Ona görə də yüngül, sulu qida və yaxud da ki, tərəvəz ən yaxşı tərəvəzdir məsələn. Bütün orqanlar üçün ən məsləhətli qida, bəli, tərəvəzdir. Yüngüldür, tez həzm olunur, bağırsaqda ilişib qalmır. Yəni böyrələr də bunu rahat keçirdirlər. Tərəvəz dedikdə çünki bilirsiniz nətərdir? Nəyi nəzərdə tuturuq doktorum? Salatlar eləməlidirlər də. Məsələ var, məsləhət görürəm mən bizim bütün xəstələrimizə, məsələn, böyrək, həm cinsi problemdə olan xəstələrə, prostat problemi olan xəstələrə kahıdır, gülkələmdir, brokkolidir, sonra çuğundurdur, deyəlim ki, bu yaşıl nə var onlardan hamısı, bütün tərəvəz. Onlar bişmiş, yarı tam bişsə öləcək oradakı bütün minerallar. Yarı bişmiş, çiğ də yeyə bilərlər məsələ. Onları doğrayırlar qəşəng hamısını, qarışdırırlar bir-birinə. Məsələn, yaşıl alma da onları qoya bilərlər, bir dadlandırsın. Quru meyvələrdən qaysıdır, kişmişdir, doğraya bilərlər. Gavalı ora qoya bilər, gavalı çox yaxşı, quru gavalı məsələ. Sonra ora zeytun yağı qata bilərlər biraz, limon sıxa bilərlər. Yəni bu ədviyyatlarına bəzi də qoya bilərlər. O salatlar çox yaxşı müsbət təsir göstərir orqanizm, bağırsağı müsbət təsir göstərir. Bir insanda bağırsaq yaxşı işləyirsən, keçdi bağırsaq mövzusuna böyrəkdən, amma bağırsağı insan yaxşı işləyirsə bütün orqanları yaxşı işləyəcək deməkdir. Bəli, ona görə də biz böyrək xəstəsi gələn xəstə yanımıza və uroloji problemi gələn xəstələrə mütləq bağırsaqlarını mən soruşuram və problem varsa onu da düzəltməyə yönəlib lazım olan mütəxəssisi yönləndirirəm. Yəni ona görə buradan deyirəm ki, çünki bu qidadır. Bu qida nə edir? Mədədən keçir bağırsağa. Bağırsaqdan artıq həzm olunur, keçir sonra lazım mikroelementlər keçir, oradan qandan keçir, böyrəyə keçir. Yəni nə oldu? Hardan birinci qapı haradır? Bağırsaqdır. Hüseyn bəy yazıb, salam olsun, bütün günü yoldayam, bir dənə böyrəklərim sağlamdır. Bizim şükür Allah. Bizim daimi dinləyicimiz Hüseyn bəy, hər necə deyirlər, sağlam yol və möhkəm can sağlığı arzulayıram Hüseyn bəyimizə. Və dinləyicilərimiz, bizi izləyənlərdən bizə yazanlar var. İstəyirəm onlardan da səsləndirim. Mənim anamda böyrək daşları var. O qısa məsafələrdə maşın sürür. Həkimlər isə ona diqqətli olmağı tapşırıb, amma anam da maşın sürməyə davam edir. Bu vəziyyət təhlükəlidirmi? Yox, xanım da yəqin uzun müddət maşın sürməyəcək. Yəni işdən evə, evdən işə gedəcək yüksək ehtimal. Uzağa başa 1 saat. Orada bir problem olmaz. Söhbət gedir uzun müddətli
kim oturursa onlardan 2 saatdən çox oturmaq, maşın sürmək əlbəttə ki, o ziyandır. Ona diqqət etmək lazımdır. Xüsusən də böyrək xəstələri, prostat problemi olan kişilərdə, qadınlarda ki, sidiyə getmə problemləri var. Onları məsələn çox uzun müddət saxlayanda, tualetə getməyəndə onlara da problem yarana bilir. Bəli. Məsələn 2 saatdan çox saxlamaq olmaz. 2 saatdan çox da. Bəli, Biraz burada yalanlar var doktorum. Elə danışaq ki, çatdıra bilək. Tamam. Fuad bəy yazıb, avtomobil sürərkən çoxlu qəhvə və enerji hissi qəbul edirəm. Deyirlər ki, bu böyrəklərdə ciddi zərər vurur. Nə edə bilərəm? Bəli. Enerji içkilər heç məsləhət görülmür. Bir Onların mənalı olaraq. bir mənalı olaraq hamısına mən deyirəm ki, qətiyyən olmaz. Oradakı olan maddələr hamısı böyrədə çöküntülər verirlər. Qəhvə, yəni bir stəkan, bir fincandan bir problem olmaz. O zaman çox içəndə oksat daşı əmələ gəlmə riski var. Daha çox. Bəli, riski var. Onu su içmək də təmizləyə bilər, onu ötürə bilər, amma enerji içkilərini heç məsləhət görmür. Salam doktorum, mədə turşuluğum var, amma son dövrlər hiss edirəm ki, böyrəklərim də ağrıyır. Bunun onunla bir bağlılığı ola bilərmi? Yox, mədə turşuluğun böyrəyə bir dəxli ağrıya bilmə yoxdur, amma böyrəklərin ağrırsa sidik ümumi analizi və ultrasəs müayinəsi olmalıdır. Ultrasəs müayinəsi Və olmalıdır. sidik analizi. Mütləq şəkildə. Mütləq şəkildə. Dinləyicimiz səs göndərib, səsə bir yerdə qulaq asaq. Düzdür. Özüm də laboratoriyada işləyirəm. Əgər qanda kreatinin, silikdə kreatin miqdarı çoxalırsa, artırsa və bu həmçinin amonyak, silik cövhəri, NH4OH əmələ gətirir və o da son nəticənin parçalanması su, H2O və NH3-ə parçalanır. O da amonyakdır. Amonyak əgər gedib beyinə çıxarsa, qan vasitəsilə beyinə çıxarsa, o bilavasitə beyin ölümü ilə səciyyələnir. Ona görə çalışıb biraz o zərərli vərdişlərdən kənar olmaq lazımdır ki, böyrəyin filtrasiya qabiliyyətini biz normal saxlaya bilək. Qaraciyərin funksiyalarını normal saxlaya bilək. Həmçinin böyrək qaraciyər əgər normaldırsa, o zaman ağciyərin də digər orqanlarında funksiyası daha düzgün işləyər. Həkim fikrinə də dəstək olaraq bunu bildirirəm. Həkim də çox gözəl danışır. Həkim Allah can sağlığı versin. Çox sağ olun. Həkimə əlavə olaraq bildirim ki, bu tək böyrək onunla böyrəyin funksiyasının daha normal işləməsi şəkər xəstəliyi olan insanlar daha çox diqqət eləməlidir. Çünki şəkər xəstəliyi olan insanlarda hormonal pozğunluqlar olur və o da gəlib bilavasitə son nəsil gəlib böyrəyə təsirini göstərir. Minnətdarıq Ramin bəy, dəyərli fikirləriniz üçün. Tam doz vurğuladı, yox doktorum? Bəli, tam doğru vurğuladı əlbəttə ki. Bayaq mən dediyimi biraz Lori ilə danışdım, amma elmi izahatını verdi indi. Biz insanlara daha çox informasiya doğru olsun deyə, əlbəttə ki, bayaq o dediyim beyin məsələlərinə görə kreatin qalxıb komaya da gətirə bilər, bəli. Bu həmən o dediyi məsələdir. Bəli, eyni o dediyi məsələdir. Reklamların vaxtıdır doktorum. Gəlin reklamları keçid alaq və ondan sonra mövzumuza davam edərik. Verişimizin sponsoru Endol Azərbaycandır. Əziz sürücülər, diqqətiniz bizdə olsun. Endol mühərrik yağları isə ilin sonuna qədər xüsusi kampaniya təqdim edir. Dekabrın 31-nə qədər Endol yağı ilə avtomobilinizin yağını dəyişin və böyük hədiyyə şansını qaçırmayın. Qaydalar isə çox sadədir. Yağ dəyişdirilən zaman sizə 200-lük kupon təqdim olunacaq. Kuponun bir üzündə, müştərinin digər üzündə isə ustanın adı və telefon nömrəsi qeyd ediləcək. İlin sonunda keçiriləcək püş yatmada tam 1000 manatlıq hədiyyə məbləği sahibini tapacaq. Qalib gəldikdə 500 manat usta, 500 manat isə müştəri qazanacaq. Yəni şans yalnız sizə yox, həm də xidmət göstərən ustaya qismət olurlar. Verilişimizin sponsoru Dongfeng Azərbaycandır. Daha çox güc və macəra axtarırsınız. Hüc modeli isə böyük performans və komfort təqdim edir. İstər şəhər, istər uzun yol üçün əla seçimdir və əlbəttə Yipay 007 innovativ texnologiya, unikal dizayn və təhlükəsizliyi birləşdirən bir modeldir. Sürücülərin ən çox seçdiyi avtomobillərdən biridir. Yeniçilik xüsusiyyətləri, ekoloji dost yanaşması və davamlı inkişafı ilə Dongfeng hər zaman gələcəyə doğru sizinlə irəliləyir. Siz də avtomobil həvəskarları arasında fərqi hiss edin və Dongfeng ilə yeni təcrübələr yaşayın. Ünvan Bakı şəhəri, Nəcəfqulu Rəfiyev 29. Reklamları keçid alırıq, dalğanı dəyişmirsiniz. Birazdan doktorumla bir yerdə mövzumuza yekun verəcəyik. Bravo brend məhsullarına 1 oktyabrədək xüsusi endirim təklifləri. Oluna duru yağ çeşidlərinə 37%-ədək, familiya makaron və bakliyat növlərinə 25%-ədək güzəşt fürsətlərini qaçırmayın. Əla təkliflər və münasib qiymət üçün Doğru seçim. Avto FM'də reklam.
Sükan arxasında olan hər kəs bir suala cavab axtarır. Avtomobilimə ən yaxşısı nədir? Yoldasan komandası olaraq deyirik. Düzgün yol, düzgün seçimlə başlayır. Endoil müasir mühərriklər üçün düşünülmüş mühərrik və sürət qutusu yağları avtomobilinizə dəyər, yolunuza davamlılıq qatır. Çünki Endoil təkcə yağ deyil, sürücünün dostudur. Dongfeng Motors'tan 2000 manat indirim əlavə olaraq sərfəli alış imkanı ilə Huge və Mage hibrid modellərini cəmi 30% ilkin ödəniş və 12 ay faizsiz kredit kampanyası ilə əldə edə bilərsiniz. Əlaqə üçün Ulduz 8999, ünvan Nəcəf Qulu Rəfiyev 29. Dongfeng, güvənli yol yoldaşınız. Yoldasan davam edir. WhatsApp 055 455 10 77. Bəli, əziz dinləyicilərimiz, kiçik reklam fasiləmiz bitdi. Birazdan bizim verişimiz də yekunlaşır. Vaxtımızın bitməsinə sayda dəqiqələr qalıb. Dinləyicilərimizi istəyirəm ki, yazan sualları kiçik bir məsləhəti verək doktorum. Tamam. Ondan sonra ümumi məsləhətinizi verərsiniz. İsti havalarda sükan arxasında çox tərliydən və su içməyi unuduram. Böyrək daşların əmələ gəlməsində artıq şübhələnirəm. Bəli, bayaq dediyim kimi çox tərli insana çox su içməlidir. Və yanında daimi su olsun. Yəni butulkalarla neyini qoyursun, amma tərli isə su içməlidir. Susuz olmaz. Böyrək xəstəliyindən əziyyət çəkirəm doktor. Daşlar əmələ gəlir. Pəhrizə əməl etməliyəmmi və hansı pəhrizə? Daşın növündən asılıdır. Pəhrizi demək üçün daşın növü. Çoxlu Azərbaycanda urat daşı və oksalat daşı var. Məsələn, urat daşında biz xəstələrə tövsiyə edirik ki, ət məhsulları və balıq məhsulları az tükətsin, istifadə eləsinlər. Oksalat daşlarında məsləhət görürük ki, məsələn, vitamin C tərkibli qidalardan az istifadə eləsinlər, yağlı yeməklərdən az yesinlər, şokolad, kakao tərkibli şeylərdən az ləpədir, bunlardan az istifadə eləsin. Məsələn, belə diyet olur. Böyrək sağlamlığı ilə bağlı həkimlər su içməyimi daima vurğulayırlar, amma sükan arxasında bunu çox deyə bilmirəm. Maksimum gündəlik su qəbulumu minimal norması nə qədərdir? Bayaq doktor dedi, 2 litr. Qış aylarında tərli isə 3 litrdən çox olmalıdır. Qış aylarında belə 3 litrdən tərliyirsə? Qışda çox tərlənmir. Yəni qışda 2 litri top tamamlasa əla olardı. Amma yayda 3 il keçməlidir. 3-dən yuxarı olmalıdır. Və sonuncu bir sual qalmışdı. Yox, hamısını oxuduq. Minnətdaram doktor. Kiçik bir məsləhət bizim dinləyicilərə və izləyicilərə. Tamam. Demək, məsləhətin birinci odur ki, yola çıxmadan qabaq, uzun yol gedirsə, çay və kofe istifadə eləməsin, çünki bunlar sidik qovucu təsir var. Yanında mütləq daimi 1 litrli butulkada su olsun. Şüşə butulkada olsa daha yaxşı olar, çünki plastik butulka istinin təsirindən problem yarana bilər orada. Yəni ilıq su içmək daha faydalıdır, soyuq məsləhət deyil. İlıq su içməyi həm bağırsaqlara, həm də ki, böyrəyə yaxşı olardı ilıq su. 2 saatdan artıq sükanın arxasına vaxt keçirirlərsə mütləq dayansınlar, istirahət versinlər, qalxsınlar, yürüyüş eləsin, hərəkət eləsin, oturub dursunlar. Tualetlərini geçsinlər, bunları mütləq tövsiyəmdir. Və qida da bəyə dediyim kimi yüngül qida yesinlər yola çıxanda. Minnətdaram doktor. Var olun, gəldiniz, mövzunu edirəm. araşdırmağa köməklik elədiniz. Əslində vaxtımız məhduddur. Biz bu barədə çox geniş danışa bilərik və ümid edirəm ki, biz bu mövzuya yenidən yaxın zamanlarda bir də qayıdarıq. Bir də bu mövzu ətrafında danışarıq və bir qədər də növbəti məsələlərə toxunarıq. Və burada çünki biz prostat məsələləri qaldı, biz sonsuzluq və eyni zamanda bu dediyiniz kanallar ki qaldı, kanalların qorunması, genişlənməsi problemlər və bu kimi məsələlərə də toxunarıq. Bu belə deyim də bizim bu mövzumuza bir cür giriş oldu və növbəti verişlərimizdə daha geniş şəkildə izah edərik. Bir daha çox sağ olun, var olun. Siz sağ olun, dəvətə görə təşəkkür edirəm. Sağ olun. Mən isə bizim sürücülərə ancaq bunu bildirə bilərəm ki, yollardan ehtiyatlı olun, sükan həddini, sürət həddini aşmayın, sükanı ehtiyatla və nazimi dərəcədə idarə edin. Yol hərəkəti qaydalarını pozmayın ki, cərimələnməyəsiz. Özünüzdən müğayət olun. Yol seçimdir, məsuliyyətdir, qərardır. Yol hər zaman suallar doğurur. Hansı avtomobil daha qənaətçildir? Yağ dəyişimi nə vaxt edilməlidir? Ən son texnologiyalar nə vəd edir? Sükan arxasında bütün bu suallara cavab axtarırsan, diqqətin bizdə olsun. Avto FM-də Əli Ağayevlə birlikdə yoldasan.